Salam dostlar, necəsiz? Hər vaxtınız xeyir. Uzun müddətdən sonra yenə gəldim sizlərlə. Dostlar, üçlü ilişkilərə baxacaq. Görək üçlü ilişkilərdə durumlar necədir? Bir və ikinci variant. Bir və ikinci variant. Niyyət edin, birinci və ikinci variant. Birinci variantı seçənlər. Üçlü ilişkilərdə irəliləmələr var. Sizin xeyrinizə olan bir şeylər olacaq. Çünki yeni zənglər, yeni xəbərlər olacaq. Siz üçün çox sevinəcəksiniz. Və bir çoxlarınızda da sanki çox xoşbəxt hər şey qaydasındaymış da. Amma üçüncü kişilər ortaza girdikdən sonra yəni pozulub, aralarınız dəyib, pozulub, aranızda problemlər yaranıb. Hal-hazırda üçüncü kişilərlə ilişki bu dəqiqə çox üzücü keçir. Doğrudan da bu dəqiqə vəziyyətləri bir-birinə olan yəni duyğuları yaxşı deyil. Əslində bu sevgi də deyil, sadəcə bir problem yaşayır. Yaxında bir xəbər alacaqsınız. Əslində sizə qarşı düşüncələri, sizə gələn bir hədiyyələmi, bir barışıqlamı, üzürləmi sizə dönüş eləmək istəyir. Üçüncü kişilərə hal-hazırda bir durum gözlənilir. O durum ki, bilmir necə eləsin ki, barışıq eləsin, bilmir necə addım atsın ağlınızdakı insana. Bir çox şeylər, fəndlər işlədir ki, geri dönüş edə bilsin. Amma ağlınızdakı kişi üçüncü kişilərə qarşı artıq heç bir hissiyatı yoxdur və bir ilanlıq, bir problemlərin, bir yalanın, bəhanələrin və yaxud da xəyanətin də tutubmu ortada. Nəsə belə bir şey olub. Ən çox da yalan, yəni yalan həm xəyanət sayılır, həm də aldadan qadını və yaxud da kişini təmsil edir. Yəni, amma fikri zikri sizləndir, sizə qarşı sevgi bəsləyir. Sanki bu aralar içində sizə qarşı həmən hiss oyanıb, yəni sevgi hissi oyanıb. Görüşmək istəyir və istədiyiniz insanla görüşəcəksiniz. Artıq üçüncü kişilərdən uzaqlaşıb, uzaqlaşmasa belə bu sevgi deyil. Hərdən birdən cavab verir, hə, yox və yaxud da bloklayıb mı qarşısındakı nədirsə belə bir problem yaşayır. Amma bilin ki, üçüncü kişilərə qarşı ağlınızdakı insanın artıq heç bir hissiyatı yoxdur. Bunu biləsiniz. İkinci variantı seçənlər görək. Hal-hazırda gözləmədə görürəm. Siz çox darıxırsınız. Sanki dəyər verdiyiniz, ağlınızdakı insan üçün hər şey əlinizdən gələn bütün yaxşılıqları, dəyərləri eləmişsiniz. Amma sizi sonunda kürəyinizdən xəyanətlə vurub. Boşluq içindədir. Üçüncü kişilərlə də bu dəqiqə boşluq içindədir. Sizinlə də boşluq içindədir. Əslində tərəzi düşüncəsindədir ağlınızdakı insan. Hal-hazırda çox götür-qoydu. Əvvəlində götür-qoy edərək üçüncü kişilərə addım atıb, amma səhv elədiyini anlayıb. Çünki artıq bir seçim, dönüş seçim qarşısındadır. Və üçüncü kişilərdən üzgün durum və problem yaşadıqların kartımız deyir. Bəli, hal-hazırda boşluqdadır. Dostlar, biləsiniz. Üçüncü kişilərlə də arası boşluqdadır. Yaxında bir çoxlarınızda barışıq olacaq və yeni addımlar, yeni barışıqlar olacaq. Amma bir çoxlarınızın artıq həyatında başqa birisi var. Sadəcə keçmişiniz üçün maraqlanmaq istəyirsinizsə, sizi çox özləyib və sizə qarşı sevgisi var, bunu biləsiniz. Bir çoxlarınızda barışıq var, xəbərlər var və yeni dönüşüm olacaq. Qəfil bir xəbər, yenidən dönüşüm və bəziləriniz isə yeni həyata başlanğıc etdiyinə görə və yaxud da başlamaq üzrə olduğun üçüncü kişilərlə ağlınızdakı insan sanki danışıq eləyib ki, həyatında adam mı var və yaxud da həyatını yaşayır mənsiz, belə bir şeylər. Bu sizə görə, bu durumunuza görə çox qısqanclıq, paxıllıq və sanki sizə qarşı çox duyğusal olub, yəni qısqanclıqdan, paxıllıqdan artıq duyğusallaşıb və əvvəlki yaşayış sizlə olan birlikdəliyin özlərini çəkir bu insan. Amma bu dəqiqə düşünmək istəyirsinizsə, bəli, bir çoxlarınızda dönüş var, keçmişinizdən bir dönüş olacaq, bir xəbər alacaqsınız, çox yaxında bir xəbər alacaqsınız və addım olacaq, bir bəhanələrlə sizə addım olacaq ki, bu addım da geri dönüş etmək istədiyi üçün olacaq. Amma hal-hazırda problemlər yaşayır üçüncü kişilərlə və işi ilə, karyerası ilə arasında
böyük problemlər yaşayır və inanın ki, sizdən sonra ruzu bərəkəti çəkilib, sanki pul itkisi verib və biraz da sağlığı ilə bərabər bir problemlər yaşayır. Amma üçüncü kişilərlə hal-hazırda boşluqdadır, biləsiniz. Teşekkür edirəm dostlar. Bol-bol yorum yazmağı, kaydetməyi və paylaşmağı unutmuruq. Uzun zamandır sizlərlə görüşə gəlmirdim və artıq buradayam. Teşekkür edirəm dostlar.